Sabah hoş geldiniz. Salam aleyküm xanlar müəllim. Necəsiz? Hoş gördük, hoş gelmişsiniz. Biz vaktiyle buraya davet eləmişdik. Bizim evimiz vardı, onu sizin kanalda. Bəli, mən bu bağda olmuşam. Sonradan Çəkiliş bəzi eləmişik. planlar oldu, fikrimizi dəyişdik. Elədir. El oldu ki, özümüz üçün yeni müasir ev tikəsi oldu. Mən bu evi görməmişdim. Ondan sonra uşaqlar nəsə başqa planlarımız çıxdı. Ona görə istədik ki, bunu sataq. O da bu vəziyyətdə satmaqda da fikrim oydu ki, ya kimsə alacaqsa öz zövqünə uyğun təmir eləsin. Yəni hər şəraiti, mən işığını, qazını, suyunu, istifol, radiator, onları hamısını çəkmişəm. Həyətdə baxırsınız, meyvə ağaçlarına, tut, qəşəng əncir ağaçlarım var. Tərəvəz eləmişəm, gözəl. Bakının şan üzümlərimiz var, qəşəng. Gözəl. Girib Yerdəki evə- qumdur da. Yerdə qumdur. Bəli. Deməli ev tam monolitdir. Tam monolitdir. Birinci mərtəbə, ikinci mərtəbə. Üst atma taxtadır. Bəli. Bir də o arxada əlavə yardımçı dam. O da hamısı hazırdır. Seyf qapısı, pəncərəsi. Xanlar bəy, gəlin birinci o köhnə evdən evə. başlayaq. Evin Buyurun. arxasına keçək, Buyurun. sonra biz qayıdarıq bu təzə evə. Bir üç otaqlı evdir, bir dənə bir otaqlı evdir. İşığı, suyu, qazı həmişəlikdir. Burada heç vaxt kəsilmir, ceyran batan suyudur. Əlavə yardımçı toyuqlar üçün dam düzəltmişik burada həyətdə toyuq saxlayırıq. Bax bu köhnə ev yadımdadır. Bu köhnə evdir, üç otaqlı. Əvvəl hardasa bir 4 il bundan qabaq müəllim bir- bax o bu bir də evi, bir bir də otaqlı yardımçı bir otaqlı evdir. 12 sotun içində satırdı. Bəli. Müştəri də gəlmişdi, sonra el oldu bizim işlərdə bəzi dəyişikliklər oldu, ona görə fikrimdən keçdi. Orada da manqalnisi var. Orada manqalnisi, orada da əlavə yardımçı damdır. Bu boş balondur, bəzi axır əşyaları yığmaq üçün. Bəli. O da Buranı deyirsiniz də. bəli. Hər şey var. Bu evdə neçə otaqdır? 3 otaqdır. Biz indi baxa bilərik də. Buyurub baxa bilərsiniz. Gelin buraya bax, bu mətbəximizdir. Burada 2 yataq otağıdır, 1, 2. Bir dənə də zalımızdır. Xanlar bəy, indi keçək bir otaqlı evlə də tanış edək tamaşaçılarımızı. Lazım olarsa istifadə eləmək olar. Buyurun. Orada sanitar qovşağı. Sanitar qovşağı, bəli. Bəli, buyurun indi davam edək. Buyurun. Burada bir gələcəkdə bir dənə böyük zaldır. 40 kvadrat zaldır. İstifolu əlavə radiator sistemi qoşuludur.
kamera, televiziya sistemləri qoşulur. Bir dənə burada yataq otağı qoymuşuq. Bu da 20 kvadrat. Bəli, birinci mərtəbədə yataq otağı mütləqdir. Bir dənə mətbəximizdir. Biraz çölündə əşyalar var, biraz yaxşı görünmür. Neçə kvadratdır? 21 kvadrat mətbəxdir. Burada sanitar qovşağı. Bu da sanitar qovşağıdır. Yəni, bunda bütün xəttlər çəkilib. Bu 12 kvadrat. Biraz artıq olmalı, səhv eləmirəm. Və bu istifol və radiasiya sisteminin mərkəzidir deyək də. Buradan nizamlanacaq. Burada istədiyin temperatur qoyacaqsan. Yəni, bu xəttlərdə bütün çəkilir. otaqlar hamısı xəttlər Başlayım, çəkilir. elektrik, sonra su xəttləri, Su, kanalizasiya, hamısı çəkilir. radiator, istifol sistemi, bəli. Bunlar çəkilir. İkinci mərtəbədə neçə otaqdır? İkinci mərtəbədə 5 dənə otağı, bir dənə mətbəxdir, yardımçı mətbəx deyək. Çay istəyərsən, bir su istəyərsən, soyucularını açıb, bir də aşağı düşməyəsən, əziyyət çəkib, ona görə. Bu da sanitar qovşağıdır. Yataq otaqları. Uşaqlar üçün. Yataq otağı kimi də, zat kimi də istifadə eləmək olar, təmizə mənzərə. Bax, təmizdir. Bu da eyni, zat kimi də yataq otaq kimi də istifadə eləmək olar, bu da dənizə mənzərə. Ətrafdan hər şey işıqlı, gözəl. Burada keçək görək. Bunların da hamısının radiator sistemi, işıq, kamera, çölə, nəzarət hamısı çəkilib, izolyasiya olunub. Burada bir yataq otağı. Burada növbəti yataq otağı. Ümumi bu evdə neçə yataq otağı var? Bir aşağıda, 5 də yuxarıda. 6 yataq otağı. Bəli. Ceyranbatan suyudur. Dəmir yolunun qırağı ilə üstdən gördüyünüz ana liniya oradan gedir, oradan götürmüşük. Bəli. Gecə-gündüz heç vaxt su problemimiz yoxdur. Qazımız həmçinin yeraltı xəttindən gəlib, buradan çıxıb sayğacımız, qanunu, hər bir şey normaldir. İşıq da həmçinin. Ərazi olaraq bura Göradel gedir. Göradel elektrik qatarı bir 600 metr bizdən o yana dayanacağıdır. Yəni buradan 1040 dəqiqə 28 mil metrosunun yanındasan. Çox sərfəldir. Yəni çox vaxt mən özüm də maşını orada saxlayıb vacib işim var, qatara oturub orada düşürəm, işimi görüb qayıdıb gəlib. Xanlar bəy, buranın qiymətini də deyərdi zəhmət olmasa. Qiymət bugünkü gün xərclədiyim hesablayanda 280 minə təklif edirsiniz. Bəli. Deməli 12 sot. 12 sot sənətdədir, amma 13-dən artıqdır. Yəni sot yarımda mən. İndi biz sənədlə götürək. Sənətdə 12 sot sənətlə torpaq sahəsidir. Küçəsi, həyətində 3 dənə ev var. İçində 2 dənəsi yardımçı tikili var. Bəli. Baxırsınız o necə də gözəl yardımçı elə bir otaqlı ev kimi. Bəli, gördük onu. Gözəl. Jalyuz darvaza. Əgər kimsə alacaqsa əvvəldən xeyirli olsun deyərəm. Bəli, inşallah. Masada qismət özümüz yəni
yaşayarıq, heç bir problem yox. Oldu, teşekkürler. Sağ olun. Siz sağ olun, var olun.